30 il Azərbaycan köçkünləri, Azərbaycan insanı acılar yaşadı. Çadırlarda yaşadı, gərginlik keçirdi. 4, deyək ki, qətnamə oldu, BMT-nin qətnaməsi oldu. Bir dəfə də Amerika Konqresində bu cür təşəbbüslərə biz rast gəlmədik. Torpağı işğal altında olan da biz idik, nahaq yerə baskılara məruz qalan da biz idik. O zaman ki, biz torpaqlarımız əldən getmişdik, həmən Konqres, həmən Senat 907 düzəlişi eləmişdi. 92-ci ilin Dövlət Departamentinin qərarı idi. Mən cənab Prezidentin 4 il bundan əvvəlki çıxışını bu günlərsi bir neçə dəfə həm dinlədim, həm də gözdən keçirdim. Və bu 4 ildən sonra olan çıxışı da, bunlar biri-biri ilə o qədər üzvü şəkildə bağlıdır. O qədər, əslinə qalanda bugün baş verən məsələlərlə bağlı orada kifayət qədər, deyək ki, mesajlar var. Baş verə biləcək, deməli, hadisələrlə bağlı cənab Prezidentin orada mesajları var. Çox dəqiq şəkildə qeyd olunur. Bilirsiniz, Cəbrayıl bizim, siz onu gözəl qeyd elədiniz, separatizmin belinin qırıldığı bir məqam idi. Bizim əsas artıq Cəbrayıldan sonra bizim Füzuli, Qubadlı, Zəngilan və nəhayət Şuşada bizim əskərlərimiz getdilər. Yəni, oktyabrın 17-si Füzulidə oldu. Sonra noyabrın əvvəllərində bu qələbə başa çatdı. Amma bu qələbələrin hamısı, deməli, başlanğıc nöqtəsi Lələtəpə zirvəsi idi, Lələtəpə nöqtəsi idi. Cəbrayılın o zaman işğal olunan Lələtəpə yüksəkliyi əslinə qalanda kifayət qədər ciddi bir strateji bir nöqtə idi. Cənab Prezident o zaman elədiyi çıxışlarda da təkrar bu konfliktin sülh yolu ilə həll olunması üçün çağırışlar eləmişdi. Amma bu konfliktin sülh yolu ilə sonuclanmasına kimlər mane olundular? Məhz bir o senatda oturanlar. O qərarları qəbul edənlər, o təşəbbüslərlə çıxış edənlər. Cənab Prezident Cəbrayıla səfər eləyərkən 4 il bundan əvvəl, Cəbrayıl işğaldan azad olunarkən, bilmirəm, xatırlayırsınız yoxsa yox, o heyrətə gəlib vəhşi düşmən ifadəsini dilə gətirdi. O xarabazarlıqların içərisində vəhşi düşmən ifadəsini dilə gətirdi. Cənab Prezidentdə mən heç zaman bu cür, deyək ki, ifadələri mən işlətdiyini görməmişdim. Amma ilk dəfə idi ki, heyrətindən, əsəbindən, gərginlikdən və düşmənin nə qədər vəhşi olduğunu dilə gətirdi. Yəni, Qarabağın elə bir kəndi, elə bir qəsəbəsi, elə bir ünvanı yoxdur ki, orada vandalizmin, deməli, nümunələri görünməsin, olmasın. Biz Xocalıdan saatlarla danışa bilərik, Qaradağlıdan danışa bilərik və yaxud Kəlbəcərdə, Laçında, Şuşanın ətrafında baş verən hadisələrdən, Füzulidə baş verən hadisələrdən danışa bilərik, o soyqırımlardan danışa bilərik. Adam, Şif, məsələ burasındadır ki, 20 il bundan əvvəl, 2001-ci ildə Konqresə gəldi. Bu adam o dövrdən çox sıx şəkildə erməni lobbisi ilə, 20 ildən artıq bu adamın təcrübəsi var bu senatda. 2011-ci ildə Ermənistanın ən yüksək mükafatlarından birisini alıbdı adam Şif. 2021-ci ildə Ermənistanın dostluq ordenini alıbdı bu adam. Ya bunu elə belə buna bəxşiş verməyiblər. Keçən ilin noyabr ayında, mən biraz araşdırmışam, yəni məlumatlıyam bu şeylərdə. 2023-cü ilin noyabr ayında adam Şifin, deməli, müəllifliyi ilə yeni bir sənəd təqdim olunub senata. Bu əsirlikdə olan, bu bizim Ermənistan separatçıların rəhbərləri ilə bağlı, bir gün o ittiham kürsüsündə əyləşən insanlarla bağlı, onların haqlarının müdafiə olunması ilə bağlı. Adam Şif, deməzdim ki, bu reallıqdan xəbərsizdir. Mən onun fəaliyyətlərini araşdırdıqca məlum olur ki, elə Qarabağın özündə
o bastırılan bombaların bəlkə də bilavasitə iştirakçılarından biridir. Yəni o xəritələrin cızılmasından belə iştirak edən insanlardan birisidir. Cənab Prezident Xankəndi Qarabağ Universitetində çıxışında da gənclərimizə yönəlik çox gözəl bir ifadə işlətmişdi. Azərbaycanın gələcək inkişafı bizim gəncliyimizin o ruhunun bütövlüyündədir. Onun sağlam yetişməyindədir. Yəni bu o qədər dəqiq ifadə olunmuşdu. Yəni bu günlərsi təkcə Azərbaycana Qərbdə və yaxud Amerika Konqresində qətnamələr qəbul olunmaqla fəaliyyətlər göstərilmir. Həm də Azərbaycanın içərisində ideoloji işlər aparılır. Yəni burada lazımdır ki, həm vətəndaş cəmiyyəti, həm qeyri-hökumət təşkilatları, həm Azərbaycan mediası, sıravi vətəndaşları, bizim o səngərdə duran əsgərlərimizin məsuliyyətini dərk etdiyi qədər, yəni o qədər öz məsuliyyətlərini dərk eləsinlər. Çünki biz elə bir məqamdayıq ki, elə bir Azərbaycanın, ölkəmizin, millətimizin, məmləkətimizin tərcüməyanında elə bir məqama gəldik, çıxdıq ki, biz o qanı axan şəhidlərimizin, o şanlı ordumuzun, ali baş komandanımızın hesabına elə bir qüdrətli məqamda dayanmışıq ki, həm də biz sözümüzü şax deməyi bacarırıq. Yəni, hər cür, bütün deyək ki, Azərbaycanın dostu və düşmənlərini ayırt olunması üçün yəni mesajlarımızı dəqiq veririk. Yəni bütün mesajlarımızda bəllidir ki, biz kimə ünvanı ilə deyirik. Yəni ortalığa söz deyilmir. Yəni Azərbaycanın lideri öz fikirlərini bu cür səsləndirir. Bugün Elnar müəllim, dünyanın 60-dan çox ölkəsində irili, xırdalı konfliktlər var, qanlar tökülür. Bunların hamısının məğzində nə dayanır? Maraqlar dayanır. Regional maraqlar, iqtisadi maraqlar, siyasi maraqlar. O yüzden də Amerikanın regiondakı maraqları hələ bizə 100 ildə bundan bəlli olub, əvvəl olub. Yəni bizim Cumhuriyyətimiz yaranan zaman Avropanın Birinci müharibəsinin nəticələrində də orada olan hamısı. O bölgədə olan ölkələr, yəni Azərbaycanın o zaman parçalanmağına, Ermənistan kimi bir deyək ki, forpostun yaranmağına rəvac verdilər. O ölkələr rəvac verdilər. Biz tarixi biraz vərəqləsək, baxıb görərik. Mən bir çağırış eləmək istəyirəm. Mən tez-tez Qarabağ bölgəsində oluram. Demək olar ki, fəaliyyətimin əksər hissəsi Qarabağdadır. Qarabağ işğaldan azad olunandan sonra gözümüzün qarşısında çox sürətlə dirçəlir, tikilir, abadlaşır. Böyük bir təsəvvür edin ki, biz nələri itirmişik. Mən hərdən düşünürəm. Bir ölkə, bir dövlət qədər bir ərazini bizim əlimizdən kənardaydı. Mən özüm o bölgədə böyümüş birisiyəm. Mən və yurdumuz, o müharibənin ağrı acısını yaşamış birisiyəm. Təbii ki, Böyük Azərbaycan son dərəcə bir həssas dönəmini yaşayır. Bugün biz müzəffər ordumuza dəstək olmalıyıq. Ali baş komandanımızın ətrafında möhkəm, bütöv olmalıyıq, bütün olmalıyıq. Dəstək göstərməliyik. Dostun, düşmənin kim olduğunun fərqinə varmalıyıq.